xüsusi qayğıya ehtiyacı olan uşaqlara günlük yaşam, özünə qulluq, sosial və akademik bacarıqları fəaliyyət cədvəlindən istifadə edərək öyrədə bilərik. Fəaliyyət cədvəllərini 3 şəkildə görə bilərik: yazılı, şəkilli, yazılı və şəkilli. Bir uşaqda oxuması və anlaması varsa, yazılı fəaliyyət cədvəlindən istifadə edirik. Uşağın oxuma və anlaması yoxdursa, o zaman şəkilli fəaliyyət cədvəlindən istifadə edə bilərik. Uşağın oxuma və anlaması müəyyən qədər varsa, yazılı və şəkilli fəaliyyət cədvəlindən istifadə edə bilərik. Burada videoda gördüyümüz şagirdimiz diş fırçalamanın ilkin mərhələsi olaraq masa başında şəkilli fəaliyyət cədvəlini təqib eləyərək dişlərini fırçalayır. Dişlərini çox qəşəng fırçaladım. Bravo bala, mənə diş fırçalamaq bitdi. Hal-hazırda gördüyümüz şagirdimiz yazılı fəaliyyət cədvəlindən istifadə edərək sərbəst şəkildə idman bacarığını yerinə yetirir. İndi isə videoda gördüyümüz şagirdimiz yazılı və şəkilli fəaliyyət cədvəlini təqib edərək brownie hazırlayır.